Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APTV-nin yerli bürosunun məlumatına görə hadisə şəhərin Əziz Əliyev prospektində yerləşən şadlıq saraylarının birinin qarşısında baş verib. Belə ki, hərəkətdə olan Qaz 31 markalı mini avtomobili yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Kamal Allahverdiyevi vurub. Piyada sürücü tərəfindən xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Hadisə şahidlərinin sözlərinə görə yolu keçmək istəyən piyada anidən yolda uzanaraq yatıb. Gürcüstandan düşürdük, bu ideal şadlıq sarayının qabağına çatanda baxdıq kimsə qıraqdan əl elədi, bu da nəyəsə dəydi. Dedim, deyən görək nəsə oldu. Düşdük, baxdıq, qıraqdan dedilər ki, maşının altında adam var. Bu insanda uzanıbmış yerdə, bizim xəbərimiz yoxdur. Təzədən mən o kamera görüntüləri var da, burada teşkilat çəkir, görür hamısı. Bu bizdən 5-10 dəqiqə qabaq burada cəmaət dedi ki, yeri uzanmışdı. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertizə və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Eşad Cəfər, Sübhan Şərif, APTV Gəncə.